Mən onu şanlı şöhrətli, yəni belə nəyi var da götürməliyəm yerdən. Bilirsiniz də, indi yas yerinə də gedəndə cəmaət mız qoyurlar ki, ay Allah, getdim yasına, gördün də, ne gün dəydilər. Ay filan şey belə oldu. Mən ona görə o məndən qabaq rəhmətə getsə, canım mənim, üzürlü say. Mən səni şanlı şöhrətli bastırmalıyam. Nəyi var? Ona görə ki, dillərə dastan. Amma o mən ondan qabaq rəhmətə getsəm, ama o elə bastıran olmayacaq onu. Ay Təranə xanım, Təranə xanım. Bəli, doğrudan da bir verilişdə Təranə xanım bəzi səmimi etiraflar edib. Bəzən deyəndə ki, ümumiyyətlə mən fikir vermişəm ki, bir çox qadınlar çalışır ki, həyat yoldaşından əvvəl dünyasını dəyişsin. Bir çox qadınlar deyir, yox, məndən əvvəl o dünyasını dəyişsin. Təranə xanım da o qədər söz-söhbətlər eşidib ki, məclisə gedəndə, yas məclislərinə, axı olur, dönəndən sonra hamı danışır, vay, o nə məclis idi, nə bilim, küftənin suyu çox idi, küftənin içində noxud yox idi, dolmanın düyüsü çox idi falan. Yəni, bunları eşitdiyinə görə, o da məcburdur, deyir ki, Musa məndən əvvəl dünyasını dəyişsin, gör onun üçün mən necə təmtəraqlı bir yas mərasimi verəcəm. Amma Təranə xanım, Musasız, siz tamam, mən sizə demişəm, indi də deyirəm, siz bir-birinizi tamamlayırsınız. Musa müəllim olmayanda, inanın ki, səmimi deyirəm, heç sizə baxmaq istəmirik. Amma Musa müəllimlə bir yerdə olanda, Musa müəllim hər şeyi tamamlayıb. Allah ona da can sağlığı versin, sizə də can sağlığı versin. İndi bilirsiniz ki, yas mərasimində də yemək vermək, nə bilim, bəzi təamları vermək tam qəti qadağan olunub.